çatsaz hər şey unudasınız çünki çox möhtəşəm bir şəlalədir. Amma yolu çatsaz. Çatsaz. Çox məhdud. Qanslar yalandır. Yox, qanslar hündürdür, okey. Qanslar bir yerə tökülür, o pərakəndədir, yayılmış versiyada. İlk dəfə tura qoşulan var, tanrım. Sizdən qoşulan var ilk dəfə tura, sizi görməmişəm. İndi isə market fasiləsidir. Mən yenə niyəsə dəxilsiz addellarla gəzirəm. Yolumuz Şicir şəlaləsinədir. Yeni marşrutdur. Çətin sayılır. Lakin ən yaxınların yanında olanda marşrutun heç bir fərqi olmur. Əsas o zamanda, o vaxtı keçirilən bir yerdə emosiyalardır. İkinci dayanacağımızı da elədik. Artıq bütün ehtiyaclarımızı qarşıladıq. Biz hazırıq. Və buradan birbaşa Astaraya. Bu uşaqlar isə gedirlər dincəlməyə. Bunlar istiqomuzda tura gedirlər. Hamısı baxın. Niyə eləyirsən, neysən? Neçə litrdir abi? Total 2.4 litr. Başı. Ağlamazsan sen kimi yatıyorsun? Nədir ki bu? Insta 3 saat. Nasıl nemayut? Beni gördün mü? Ay mənim başımla boyda düşür hə. Cevabı nereden sordun? Allah! Oo! Bu nə keçəldə? Bu kadar yakınlaşırsan tabii ki. Yox, özüm özümə atdım. Uşaqların əlinə oyuncaq verirlər, gicik. Что? Я, короче, хотела сообщить, что нам сказали, что yolumuz qarlı olacaq. Onu demək istəyirdi ki, yolumuz qarlı olacaq. Bir gedəyə görə bizi düz məlumat veriblər yoxsa? Gedəyə görə düz məlumat, düz verməsələr nə olacaq? Düz məyəs olacaq çünki qarışdırır. Sən mənə sözünü də bilirsən? Təbii ki, əzizim. Ay. Xoşbəxtlik hal-hazırda. İnşallah oradan qaydanda da belə xoşbəxt olar. Çox yuxuluyam, yatmaq istəyirəm. Elə avtobusa minəndən yatmışam. Yenə yatacağam. İnşallah Şıcırda da yatmaram. İnşallah. Mənə həyat nə deyə bilərsən? Burada bir ay muhabbet. Çıktı girdiği bir alamete gidiyoruz kıyamete. Aşık olmuştum o gün cemalına. Göresen olan sarını yadını. Maşınlara. Osmanlı düşürdüm maşını, özüm gəldim. İndi gedirik kənd evinə. Oradan da şəlaləyə hayf. Yine 10 dəqiqə çatırıq. Və onun, hədə umid 15. Var yoxdur. Var, haramçı qardır. Valla. Sürüşəcəyim. Hə. Sən də sapıq giyinmirsən qəşəng. Bu da bir dənə götürmüşəm də kim istəsə heç kim istəmədi. Düşünürdüm ki o eşeğe minib bəxtim açılsın Siz ama səhv eşeyə bilirsiniz. Hə, eşeğin də düşər düşməz var hə? Bəli. Sedan, sən güclə eşeğdən keçirir. Sən zebra zatda. Ramazan keçən səfər xanımlar gəldi 20 nəfər yayda. Buna gedib Akşeftəmdə eşek götürmüşlər, hərə 5 manat ona vermişlər, bilmişlər. Gəlin yazlar mənə ki, 3 aydan sonra Şakir biz eşeğe minib bəxt açılmadı. Mən də qrupda varam da. Mən də yazdım ki, hansı eşeğe minmişsiniz göstərir. Dedim, vay, siz səhv eşeğe minmişsiniz, o eşeğin bəxti açılmır. Siz elə eşeğe minin ki, o eşeğin bəxti açılsın da. Yəni, dedilər, hə, bundan sonra yayda eşek turu eləyirik qızlar. Bildiniz kızlar, bundan sonra bəxtsiz eşeğe minir. Aslında bizim evdə qalmağımızın səbəbi oymuş, bəxtsiz eşeğlərə minmişik. Siz gərək onu sifariş qabaqca. Bəli, biz bilərik. Məsələn, kompani səhliyə müraciət edərsiniz, müdürlərdə də, yəni Aygünə, Sizi mi söylüyor, sizi mi diyor? Yox, qızları başa düşdüm ki, eşeğe minib bəxt açırlar. Oğlanlar nəyə minməlidir bəxt açılsın? Onlar ağlı bir sualdır. Onun yolları var da. Hə, Şakir, nəyə minməlidir? Ay sənin qoca. Yəni mən dedim, birinci dəfədir qarda gəldik. Yağışda gəliblər, qardayım. Veterandır ha. Vaxtilə 93-cü ildə
92-də erməni tankını birinci vuran oğlan bu olub. Maşallah. Allah can sağlığı versin. Tamam gel. Buna boş ama gel. Ушли с машин. Сейчас Bu yana gel be, bu İdem. yana gel. домой. Такие собаки. Ай, собака. Salam. Hoş geldin. Burada. О, как здесь тепло. Печка. Оделись. Готовы. Все снаряды. Взяли. Сейчас сделаем фотографию и идем на хайкинг. İşte bak oralar. Artık kardı. Orada bu dakika kar yağır. Biz burada görmeseydik. Мы идем туда. Хайкинг очень сложный. Из-за этого по дороге снимать не получается, так как я не взяла закрепку для своей камеры. Из-за этого приходится все снимать с руки. Идет снег, сугроб даже, я бы сказала. Не знаю, видно или нет, но вид, конечно, просто прелесть. Оттуда снизу поднялись сюда и еще дальше будем подниматься. То есть, чем выше, тем больше снега. Вы только посмотрите, какими большими кусками. Прям большие снежинки. Наши ребята еще там. Qətiyə. Yumuşaq daşdı hə? Elə yumuşaq daşlarda görmüsən. Ya kaka olacaq, ya ayaq olacaq. Sağ ol da. Hiking hazır ha? Bəli. Bu çəkəcək buna göndərin. Ve bunu paylaşacak. Aslında biz hayatta böyle şeyler istifadə etmirik. Sadece olarak burada Hikingdə bu lazımdır. sneakers'dir, bu kafeyində, kofedir. İstifadə etmirik. Buna biz onu istifadə eləyirik. Niyə görə biz Bir də çəkəni istifadə etmirik. Sadəcə hikingdə deyə məcburiyyətdən. Red Bull içə bilmədiyim üçün mən də Snickers yeyirəm. Yəni Bəli. bu bizə baba Burada enerji belə şeyler məcburidir. bəli, məcburidir. Yəni şeydə var. Qaydalarda var ki, mütləq şəkildə olmalıdır. Yoxsa siz qəbul eləmirik buna. Bəli. Mən doludur burada. Ya biz normal Bu yolda sizdən yüksək performans gözləyirəm, palçıqlanırsınız qəşəng. Düzünə düşməyin, yanaşı düşün. Şakir Bey, biz örnəkləri gələcəyik. Tempo deyirsən, sən qalmış qalmıyor. Ya baxın, yox, verəsə necə yıxır? Sən yıxılamayar baxsın. Mən çox tərsəm ha. Kömələ. Düş. Mən düşünürəm deyə, bir şey çəkirəm. Arada pozalarım var. Möhtəşəm. Aha, möhtəşəm biz elik izləyəcəkdik. Olmadı. Mən var ha, evdə isti çay içeyim. Masumiyet Müzəsini izləyə bilərdim. Biz bunu ettik. Yes. Bəli, biz bacardıq. Prosta açki parranı geçirdik. Rahattır ha, öyle geçten bakarsan insan çıkıyor.
Deme Şakir. Kala çətin yolları keçdik, qaldı daha çətin yollar. Arkaya qaraları sal qabağa. Salam. Tamam. Kendinden gelinlərsiniz? Yes. Az kabul değil mi? Hə, qabaqda soldadır. Tamam. Sen video çeksen. Bir də şəkillərimizi adamıram. Ne günse gözüküyorum ben. Yok sen gel. Varsan düş. Yıkılsam. Varsan sigara çekirsen, imkan verirsen biz təbiəti biraz təmiz hava alaq. Sen fidan. İşte aradığım performans. Bana afet kaldırmaz. Artıq ki, filan ürəyimdə qoymadım arzularımı. Ömer gel Ömer'im. Elini mənə bəstərəcək. Oturaq burada dincələ. Az gel görün bura. Elini mənə bir... Gördünüz bu canlılar təbiətdə oturaq həyat tərzi sürməkdədirlər. Elini mənə bəstərəcək. Versəm yıxılacaq. O sən üstə yıxılsa, sən də yox olacaqsan. Yadıma gəlir Zakatala. Yox olmuşdu ne? Ona ayaqla qoyum. Ha, qoy. Ay молодец. Это называется фигурное катание. Adam ilədiyi köməyə yüzə buna. Köpək. Kalleş. Red Bull'a təşəkkür edir. Red Bull'un heç reklamda bundan xəbəri yoxdur. Deyir Red Bull sağ olsun, qanadlandırır. Her bir kadro evet geçtim. Kendi sanat olmuyor. Haydi yıkıl oraya bakalım. Sen şöyle yıkıl mutlusu. Değişik. Hayatı bir gün kanser teyze haberi gelmiyor. Bunu çağır ama gelmiyor. Ama bakma. Hay Allah tabiatı güzel inanın. Şalala. Şalala yapacaktım şalala. Şalala babada dikemem. Bulduğu gibi bu kadar saklı bilmeden. Yok şalala yedi biliyor musun? Şalala ama babada giymesi yani. Bu yol babak geldi. Ama orada saldı. Abi bize kömeği verdi. Kesin zaten paltık sürüşken yedi konkret. Şalala. Oh şalala bak kadraja düşüyor buradan. Elma pek bir şey değil. 60'ta mı ki? Sola bak. Yukarıda. Gel gopa bak. Hızlı böyle. Nerede sen? Burada yerde saydım. Burada bizim şalala. Дошли до водопада Шиджир. На самом деле он звучит чуть-чуть по-другому, но так как эта зона разговаривает на талышском, у них совсем по-другому это звучит, но на нашем языке, на азербайджанском, это звучит как Шиджир. Великолепно, просто посмотрите на это. Такая красота. Ну, все, это сейчас поднимемся туда наверх. Böyle bir sınıfı hanım biraz şeydi alındı. Yok. Yatır yok varsa. Kal. Gel kal. Все-таки рискнули подойти к водопаду, и такой ветер. Şelaleden giden küle soğuk. Ya donmuş. Güzel. Güzel. Güzel.
Daha da güzeldi. Hala da güzel. Değerdi mi? Değerdi. Dəyər. Həqiqətən dəyər. O qədər yol qət eləmişik. Bəli. 2 saat yarım yol Özdə gəlmişik. qarda. Deyirdilər ki, palçıqda basasız. Soğuqdan eşidir. Batasız. Nə bilim, ayağımızı əzəsiz. Yes. Amma biz bacardıq, gəldik, sağ-salamat çatdıq və bu gözəlliyi gördük. Hal-hazırda həzz alırıq və yaş oluruq, donuruq. Сейчас возвращаемся. Очки пришлось снять, потому что уже все было в пару. Я ничего не видела. Как могу? А? Да. Пришлось снять очки, так как уже ничего не было видно в очках. И спускаюсь как могу уже по интуиции, по рефлексам, как говорится. Ну, пока что все окей. По дороге много не смогла снять, так как дорога сложная, скользкая. И уже это спуск. И к вечеру уже дорога леденеет. Гололед. Опа. Осторожненько. Вот так вот. Ну как вам? Уже подходит к концу наш хайкинг. Это еще айсберг того, в каком я виде на самом деле. Другую часть я не советую вам видеть. И не собираюсь показывать, в принципе, потому что там все ужасно. Все. Пошли в дом. Волосы все мокрые, никак не высушим. Поменяли одежду. Сейчас кушаем, чай пьем и по домам.